Bir dakika. Alo. Şahidin Bey, axşamınız xeyir olsun. Akşamınız xeyir olsun Şəbalə xanım. Bəy, mən də bu ailə barəsində bir-iki kəlmə demək istəyirəm. Şahidin Bey, bu ailənin durumu çox bərbad bir vəziyyətdədir. Qışın günüdür, evdə heç nə yanmır, nə qaz var, nə işıq var. Sağ olsun millətimiz, bunlara bir otaq hazırladı. Siz inanın ki, bunların demək, evlərin üstünün krişası yox idi. Bir gün yağış yağmışdı, haradasa bax bu yaxınlarda idi, Goranboyda möhkəm yağış yağdı. Qonşu çəkib göndərmişdi. Uşaqlar suyun altında qalmışdılar da. Bütün evin nə ki indi biraz yatacaqları var, nə bilim bir-iki bəzi əşyaları var da, özünüz də görürsünüz o görüntülərdən bunların nələri olduğunu. Onun hamısı suyun içindeydi. Goranboy rayonunun ailə və uşaq problemlərinlə məşğul olan cəmiyyətdən gəldilər Gülər xanım o mərkəzdən. Gəldi, heç nə eləmədilər. Zəng elədim o xanıma, dedim ki, siz də anasız, mən də anayam. Nətər sizin vicdanınız qəbul eləyir ki, siz bu uşaqlar görürsünüz suyun altındadır, heç nə eləmirsiniz da. Əgər heç nə eləməyəcəksinizsə da, bu cəmiyyət nədən ötürü yaranıbdır? Xalqın pulunu yeməkdən ötürü pul ayrılır, siz də onu yeyirsiniz, eləmi? Məni atdılar bloka da bir də mənim telefon zəhlərimə cavab vermirlər. Devlət tərəfindən heç bir yardım göstərilmir. Xalqımız nə bacarırdı, Allah millətimizi qorusun. Xalqın dəyərli oğullarını qorusun. Hərə 5-3 manatla köməklik olundu, otağın biri rahatlandı. İndi o otaqda heç bir yanacaq yoxdur. Nə işıq var, nə qaz var. İndi bunların gələcəkləri nə olacaqdır? Yəni ki, bunların evlərinin kupçası yoxdur. Bir də torpaq bu kişinin adına deyil, alıb, torpağı pulla alıbdır. Amma köhnə sahibinin adındadır. Harada gedir, bundan pul istəyirlər. Bunlar da ümumiyyətlə ailədə kişi də, qadın da, uşaqlar da çox-çox üzr istəyirəm. Bəy, əqli cəhətdən zəifdirlər bunlar. Hiss olunur, bəli, hiss olunur. Bunlarda o şuur, o dərrəkə yoxdur ki, gedir tələb eləyir, gözünün yaşını tökə-tökə, yəni bir qazi kimi öz hökmünü bu cəllat, bu quldur hakimiyyətə göstərmir. Bunların da nə Allahları var, nə imanları var. Allah bunların elə hamısının başına daş salsın, hasını tərpədirsən, altlarından milyonlar, milyardlar çıxır. Xalqın pullarını ancaq məqsədləri odur ki, bugün vəzifəyə gəlsinlər, sabahlarım milyonları ondan bundan rüşvət alıb Avropaya daşısınlar. Ona görə də belə bir biabırçı vəziyyətdədir, biabırçı durumdayıq. İnanın hələ o kətdə neçə dənə qazi var, bəy. Mən demişəm, onların hamısı işıqlandırılsın. Hətta bu yaxınlarda qazinin biri intihar eləyibmiş, düzdür. Sağaldıqlar, yəni ölməyibdir, sağdır. Amma intihar eləyibdir. O biri qazilər bərbad vəziyyətdədir, hamısı xəstədir. Allah bu hakimiyyətin min bir bəlasını versin. Bu millətin balalarını niyə bugünə qoydu? Niyə bugünə saldılar bu millətin balalarını? İndi də yeyə durmurlar. Hamısı deyir işsizdir. 11-12 qazidir, hamısı da işsizdir. Bax, vəziyyət durum bu yerdədir. Çox sağ olun Kəmalə xanım. Mən də dedim burada indi dostlara ki, kimin imkanı var, əgər zəng eləsələr mən sizin nömrənizi verəcəm. İndi mən yenə Teymur bəy də deyirsiniz verib, bir də versin. İndi mən bu sujeti Qurban bəyə də göndərəcəm Azər Firidunda. İndi bizim kanalımız balaca kanaldır, yəni o nöqteyi nəzərdən. O da versin. İndi Allah kömək olsun. Bunun başqa variantı yoxdur. İndi mən Goranboy rayon icra başçısına da müraciət elədim. Sağ olun bəy, sağ olun, var olun. Millətimiz nə lazımdır eləyibdir. Bundan sonrası devlət yeyə durmalıdır. Yəni bu insan... Bilirsiniz, millət 3 manat, 5 manat, 3 aydan 5 aydan bir yardım eləməklə olmaz. Bunun haqqını, bu adamların, bu ailədə deyək ki 5 nəfər adam var. Bu 5 nəfər adama ayda
Əgər sosial yardım nöqteyi nəzərindən baxsaq, Kəmalə xanım, ən aşağısı 1250 manat pul almalıdırlar. Düzdür. Baxın. Bu heç olmasa yarısını ver, bu adam qoy dolansın da, yazıqdır da, şərəfsiz. Niyə vermirsən? Yəni Bəy, mən o günləri bu Ümid bəyin özündən danışdım. Deyirəm ki, üzr istəyirəm, deyirəm. Bax, sizin deyirəm, o böyük qızınız da qusurludur da. Bəli. Qardaş, git rayona, müraciət elə, qoy ona da pensiya kəssinlər. Siz ailəlikcə hamınız invalid alan almaq iqtidarında olan adamlarsınız. Dövlət bunu sizə ödəməlidir. Amma bax, vəziyyət belədir, ödəmirlər. Uşaqlar acından ulaşırlarmış. Bax, bu məlumat gəlib bizə çatana kimi. Qonşular deyir, uşaqlar ulaşırdılar. İndi inanırsınız, bir balaca qidalanmaları var deyin. O uşaqların deyir belə biraz şuurları da özünə gəlibdir. Biraz belə rəhləri də açılıbdır. Sağlamlıqları da yavaş-yavaş düzəlib. Yoxsa bu vəziyyətdə elə normal doğulan insan xəstə olar da. İlham Əliyev deyir, bu ölkədə işsizlik yoxdur, kasıb yoxdur. Bax da, bax gör. Azərbaycan insanın yaşadığı durum bu vəziyyətdədir. Özdə inanın Allaha, deyir, neçə dənə elə o kətdən adamlar müraciət edibdir ki, nə olar bizi də işıqlandırın, bizə də kömək olunsun. Görün, indi kətlərimizdə vəziyyət nə yerdədir da. Aydındır Kəmalə xanım. Oldu bəy, Allah kömək olsun, sağ olun. Mən yenə deyirəm, yenə bu indi yenə müraciət edirik, yəni Allah insaf versin bunlara. O uşaqların, Kəmalə xanım, onlara yüngülvari bir tibbi şey lazımdır, yardım lazımdır ki, onlar ayağa dursunlar. Onların, yəni, çatışmayan yüngül şeyləri olur ki, uşaq vaxtından hələ ana bətnində olanda onu lazım idi uziyə saldırmaq, baxmaq. Yəni, pul, para olmayıb, ölkədə də pul olmadı, öldüm də. Yəni, o nöqteyi nəzərdən olan problemlərdir bu problemlər hamısı. Nə bilim, Allah... Başqa ölkələrdə, məsələn, mən yaşadığım ölkədə, çox üzr istəyirəm, uşaq ana bətninə düşəndən gedib qeydiyyatda durursan, bu dövlət bütün lazım olan ərzaqın hamısını verir anıya. Südüdür, soklarıdır, müəyyən olan vitaminləri də hamısını. Pulsuz tibbi müayinələr də hamısından keçirlər. Azərbaycanda da qidalanma yox, tibbi müayinə yox, heç nə yox. Doğulan uşaqlar da xəstə olacaqdır da. Sağlam mühit olmayandan sonra nətər olur? Kəmalə xanım, bilirsiniz, bir ölkənin ki, deyək ki, Sosial Müdafiə Naziri, prezidenti deyək ki, uşaq pulu versək, ölkədə əhalinin sayı artacaq. Da burada aydın məsələdir də. Bunlar xalq filan zat fikirləşən deyirlər ki, bunlara 1 milyon nökər naib lazımdır, o da ətraflarında var. Bəli, bəli. Qalanı bunların deyil. Bunlar bizi məhv eləmək istəyirlər. Bu da xalqımıza çatmır. Vallahi çatmır millətə. Bu millət anlamalıdır ki, bizi o torpaqlardan ümumiyyətlə bu hakimiyyət silib atmaq istəyir. Elə bu ona da qulluq eləyir. Bu xarici qüvvələrdən bilmirəm hansının verdiyi qərarları yerinə getirir. Bizi oradan, o bizim torpaqlarımız çox qiymətlidir. Bizi oradan silib atmaq istəyirlər. Ona görə də bax beləcənə bizi məhv eləyirlər bir millət olaraq. Ağzını açanı zindanlara salırlar. İndiyənə kimi hansı vaxtlarda tariximizin hansı səhifəsində 10 nəfər türk qızı, Azərbaycanlı qızı zindana salınıb. Söz dediyinə görə, haqqını tələb elədiyinə görə zindanlara məhkum olunmuşdu. Heç bir devirdə yox. Mehriban Əliyeva gedir Vatikanda kilsələr təmir elətdirir. O günlərin Vatikanda idi. Rus kanalları deyir ki, bunun deyir xalqı acından ölür, amma Mehriban Əliyeva gedib orada milyardlıq müqabilə bağlayıb orada Vatikanda kilsələr, nə bilim tarixi yerlər. Təkcə kilsələr yox, küçələrdə o fasadları pis olan evləri təmir edir. Yəni bilmirəm, bunlar bilmirəm. Yəni mən o
Hələ Bakının özündə katolik kilsəsi tikiləcəkdi. Onun da dedi neçə milyard qiyməti var. Amma onun Allah başına daş salsın. Və bu millətə nə vaxt qayğı göstərəcəklər? Bu millətə o kilsə lazımdır. Neysə, belə sağ olun. Kəmalə xanım, çox sağ olun. Çox sağ olun. Elə biz onun davasını eləyirik.